Yerdən qalxma yavaş-yavaş. Ay, yaxşı da buradan belə özüm gedəcəm, narahat olma. Dəqiq. Tək bacarasın. Tualetə də gedə bilmirəm mən. Yaxşı, ged amma yavaş-yavaş. Tələsik getmə, yıxılarsan. Alo. Şahmar görüş təşkil edə bildin? Yox, o iş alınmayacaq. Dəli olmusan sən. Sən deyirsən Nurlanın nə dediyini eşitmədin. Mən dəqiq bilirəm ki, sən Nurlanla Ləmanı görüşdürməsən, o sənə silah-sad verən deyil. Bax, mən onun xasiyyətini bələdəm də. Mən istəsəm də heç nə eləyə bilmərəm. Başa düşürsən məni? Qız bugün səhərə yaxın rəhmətə gedib. Nə? Yekə kişisən, yalan danışma da. Nurlan buna inanar heç. Bax, Allaha and olsun deyirəm, beyni çönsə bizi də ziblə salacaq. Sən kimsən ki, mən sənə yalan danışma? Sənə yalan borcum var. Deyirəm rəhmətə gedib mandar olub bəs salam da. Yalan demirsən? Kaş elə olaydı. Kaş elə olaydı. Mən yalan demiş olardım. Amma rəhmətə gedib bizi qoy bizi bilər. Ayda. Allah rəhmət eləsin. Özü öldü getdi. Nurlanı da ziblə saldı. Bəs indi biz nə edəcəyik? Nurlan eşitsə dəli olacaq. Yox, o eşitməyəcək. Başa düşmədim, o necə olacaq ki? Şahmar, yenə nə plan qurmuşsan? Görsən? Mən neynəsəm də, amma Nurlanı fikirləşirəm ki, o yazıqdır, onu zibilə salmayım. Uzatma da, denən görüm nə fikirləşmirsən? Heç nə deməyəcək. Deyib eləsə gedər, Toğrul da öldürər, sonra da özünü də vurub öldürərdi. Yaxşı, bəs necə gizlədəcəyik? Qulaq as. Onsuz da bu adam qaçaqdır da, yoxdur da, cəmaat bunu axtarır, tapa bilmir, düzdür, ortalığa çıxa bilməz. O elə çıxmasın. Onu birtər, mən saxta yolla sənət düzəldib, onu ölkədən çıxartmaq lazımdır ki, vəssalam, qutarsın söhbət. Bildim, xaricə necə qaçırdacağıq? Mən hər şeyi fikirləşmişəm, sən narahat ol. Şahmar idi, zəng vurmuşdu. Ha, nə deyir? Mən nə vaxt görə bilirəm Ləman, ha? Gəl, əvvəlcə bir otur. Yarava dəydim, özürü say. Sözü de, oturmuram. Ləmanın vəziyyəti biraz ağırlaşıb. Bizə demək ki, Ləman. Deməli, demək ki, Ləman ölüb. Yox, hayır, ölməyib, dəli olmusan, ha? Vəziyyəti ağırlaşıb, Türkiyəyə göndərəcəklər. Bax, Araz, məndən nəsə gizlətmirsən, ha? Düzün deyirsən sən? Kimə inanmırsan, ha? Nə varsa? O xəstəxanaya yığım, soruşum da görüm Ləman vəziyyətində. Eləmə da. Polislər sənin telefonu da izləyir. Sən gəlsən, gəlib tutub aparacaqlar. Araz. Nəsə gizlətmirsən məndən, ha? İnan ki, heç nə gizlətmirəm. Şahmar bayaq zəng elədi, dedi ki, vəziyyəti ağırlaşıb, Türkiyəyə göndərirlər. Narahat olma. Sən sakitləş, keç otur. Onsuz Şahmar bir-iki günə səni də Türkiyəyə göndərəcək. Arxayın ol. Geç. Yavaş. Sağ ol. Alo.
Nə elədim? Elə sən dediyin kimi elədim. Bircə onu buradan tez qaçır da, qalanı sonra həll eləyərik. Silahdan nə dedi silahdan? Silahı yola düşəndə verəcək. Yaxşı, bildim. Başa düşdüm mən səni. Qulaq as. Nurlan bilməməlidir ki, qız ölüb. Başa düşdün? O əgər bilsə ki, qız ölüb, mən sənin canını alaram. Məhv edərəm səni. Başa düşdüm də. Sən onu buradan tez qaçır, tələs. Yoxsa onu burada da tapacaqlar. Yaxşı, yaxşı. Bildim.